Yenə rayonlarımızın birində fəlakət. Hər birimiz qınayırıq. Erkən nikahlar yox deyirik. Amma bax bu erkənci 14 yaşlı qızın 6'dılar mı 7'diler mi düzdür mənə videoları göndərdilər. Mən elə gələn kimi də sildim. Mən baxa bilmərəm elə videolara. Mənim göz tərbiyəm buna yol verə bilməz. Mən baxa bilmərəm, mən bilmirəm. Yaxşı, bəs buna nə deyək? Erkən nikahlara yox deyirik. Bəlkə də valideynlər bilir məsələləri. Ona görə tez bazar göz açılan kimi ərə vermək istəyirlər. Düz bu çıxış yolu deyil. Amma niyə? Biz neynədik ki bu günlərə gəldik? Hansı günahı işlətdik ki bizim ölkədə belə fəlakətlər üzərindədir? Adam baxır dəhşətlərə gəlir. 14 yaşlı qız, 1 yox, 2 yox. 6-7 oğlanla sənin nə itin azarın kəsib. İndi deyəcək ki, valideyn hara baxırdı. Bu valideyn anası ölsün, neynəsin işləyir də. İşləyir pul